Salam, vektorlara aid daha bir sualın izahına baxırıq. 18-ci sualda deyir ki, bir kənarı A olan kub üzərində verilən KLM vektorlarının əvəzləyicisi R-dir. Buna görə R-in ədədi qiyməti neçədir? K vektoru, L vektoru, M vektoru, bu üç vektorun əvəzləyicisi R vektoruna bərabərdir. Baxırıq ki, L vektorunun başlanğıcı K-nın sonuna birləşdirilib, M vektorunun başlanğıcı isə L-in sonuna birləşdirilib. Onda bu üç vektorun əvəzləyicisi K-nın başlanğıcından L-in sonuna çəkilən, bax bu vektor olacaq. Bu bizim Y üçün R vektorumuzdur. Bu R vektorunu necə taparıq? Burada belə bir düzbucaqlı üçbucaq yaradaq. Bu üçbucağın bir tərəfidir. Bu digər tərəfidir. Aha. Kub olduğuna görə kubun bütün tərəfləri A-dır. Onda burada A-ya bərabər olacaq. Burada daha bir üçbucaq yaradaq. Bunu fərqli rənglə. Aha. Burada belə bir üçbucaq yaradaq. Yenə burada A-ya bərabərdir. Burada iki dənə üçbucaq yaratdıq. Biri bu üçbucaq, digəri isə bax bu üçbucaq. Biz əvvəlcə mavi rənglə göstərdiyim üçbucağın hipotenuzunu tapaq. Bura bir x deyək. X nəyə bərabərdir? Katetlərin kvadratlar cəmi. Bir tərəfi A-dır, digər tərəfi də A-dır. X kvadratı onda bərabərdir. A kvadratı üzərinə gəl, A kvadratı. Buradan x kvadratı alırıq ki, 2 dənə A kvadratı. X bərabərdir A kök 2. Deməli, bu x-imiz A kök 2-yə bərabərdir. Buradan da R vektorunu tapsaq, R vektoru da digər üçbucağın hipotenuzudur. R kvadratı bərabər olacaq. A kvadratı üzərinə gəl, A kök 2-nin kvadratı. Buradan alırıq ki, R kvadratı bərabərdir. A kvadratı üzərinə gəl, 2 dənə A kvadratı, yəni 3 dənə A kvadratı. Hər tərəfdən kök alsaq, alırıq ki, R kök 3 A-ya bərabərdir. Bizə deyir ki, A-nın neçə qatıdır? A-nın kök 3 qatı olmuş olacaq. Doğru cavab A variantı. Sağ olun, növbəti videolarda görüşənədək.